Azərbaycanda əhaliyə sağlamlıqla bağlı mühüm xəbərdarlıq edilib. Mütəxəssislər bildirir ki, havada olan bitki tozcuqları, allergenlər günün müxtəlif saatlarında dəyişir və bu dəyişikliklər xüsusilə allergiyası olan şəxslər üçün ciddi narahatlıq yarada bilər. Pulmonoloq Günay Əliyeva açıqlamasında qeyd edib ki, səhər saat 05-dən 10-a qədər havada tozcuqların konsentrasiyası ən yüksək səviyyədə olur. Bu saatlarda bitkilərin aktivliyi artır və küləyin təsiri ilə tozcuqlar daha geniş əraziyə yayılır. Günün 10-16 aralığında göstəricilər nisbətən sabit qalır. Lakin axşam saat 16-dan 20-yə qədər yenidən artım müşahidə edilir. Gecə saat 00-dan 05-ə qədər isə tozcuqların miqdarı ən aşağı səviyyəyə enir. Mütəxəssislər bildirir ki, bu dəyişikliklər xüsusilə allergik rinit, bronxial astma və digər tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərdə simptomların güclənməsinə səbəb ola bilər. Bu simptomlara burun axması, asqırma, gözlərdə qaşınma və sulanma, nəfəs darlığı kimi hallar daxildir. Həkimlər tövsiyə edir ki, risk qrupuna daxil olan şəxslər səhər və axşam saatlarında açıq havada uzun müddət qalmaqdan çəkinməlidirlər. Zərurət yarandıqda isə qoruyucu maska, gün eynəyi istifadə etmək, həmçinin evə qayıtdıqdan sonra geyimləri dəyişmək və üz-göz yumaq allergenlərin təsirini azaltmağa kömək edə bilər. Bundan əlavə, hava şəraitinin dəyişməsi də allergik şikayətlərə birbaşa təsir edir. Xüsusilə yağışlı havalarda havadakı tozcuqların miqdarı müvəqqəti olaraq azalır və bu, bəzi insanlarda rahatlıq yaradır. Lakin yağışdan sonra rütubətin artması nəticəsində bitki tozcuqları şişərək daha xırda hissəciklərə parçalanır və yenidən havaya qarışır. Bu isə əksinə allergik əlamətlərin daha da güclənməsinə səbəb ola bilər. Mütəxəssislər həmçinin bildirir ki, ev şəraitində də bəzi sadə tədbirlər görmək faydalıdır. Pəncərələri xüsusilə pik saatlarda açıq saxlamaqdan çəkinmək, otaqları nəm parça ilə silmək və havanı təmiz saxlayan vasitələrdən istifadə etmək allergenlərin təsirini azaltmağa kömək edə bilər. Sonda vurğulanır ki, allergiya əlamətləri davamlı və ya şiddətli olduqda mütləq həkimə müraciət etmək vacibdir. Öz başına dərman istifadəsi tövsiyə olunmur və yalnız mütəxəssis məsləhəti ilə müalicə aparılmalıdır.